أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين نحمده ونستعينه ثم الصلاة والسلام على سيدنا ونبينا الذي سمي في السماء أحمد وفي الأراضين أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى آله الطيبين الطاهرين المنتجبين في الأراضين. İstəklərin idarəsi mövzusunda müəyyən məsələləri izah elədik. Allahın izni ilə bu günləri bir mətləbə daxil oluruq ki, bu istəklərin idarəsi ilə bağlı. Bəzən bizim mövzumuz yanlış anlaşılır ki, istəklərin müalicəsi ilə istəklərin idarəsi başqa-başqa mövzulardır. İstəklərin müalicəsi mövzusu Allah nəsib eləsin ki, gələcəkdə o mövzuya biz daxil olaq, o mövzunda müəyyən qədər izah eləyək. İstəklərin müalicəsi o zaman baş verir ki, bir insanın istəkləri xəstələnir, xəstə istəklərə sahib olur. Məsələn, paxıllıq xəstə istəyə sahib olmaqdır ki, onun da müalicəyə ehtiyacı var, müalicə olunmalıdır. Və yaxud bir insanın şəhvətini idarə eləyə bilməməsi istəklərin idarəsi mövzusu deyil. Bu, xəstə istəkin müalicəsi mövzusudur. Yəni, o xəstə istəklərin müalicəsi bəhsində onun toxunulmalıdır və o ətraflı araşdırılmalıdır. Bir adam günaha meyl eləyir, günahdan xoşu gəlir, ləzzət alır günahdan. Bu, xəstə istəkdir. Xəstə istəkin müalicəsi başqa mövzudur. Bizimsə danışdığımız mövzu istəklərin idarəsidir. Yəni, insanın halal istəkləri, düzgün istəklərinin belə idarəyə ehtiyacı var. İnsan onun üçün gəlməyib varlıq aləminə, insan günah eləməsin, insan xəstə istəklərdən əlac tapsın, insan xəstə istəklərdən nicat tapsın. Bu, insanın hədəfi olmamalıdır, bu kiçik bir işdir. İnsan gəlib ki, halal istəklərini belə idarə eləyib, ucala bilsin, yuxarı məqama qalxa bilsin. Allahın bizdən istədiyi yaxşı iş deyil, Allahın bizdən istədiyi salih işdir. Salih işlə yaxşı iş arasındakı fərq budur ki, sən bir neçə yaxşı arasında qalanda ən yaxşıya can atırsansa, bu salih işdir, salih əmələ çalışırsan. Nəinki salih iş o işdir ki, insan pis iş görməyə, yaxşı iş görə. İstəklərin idarəsi ona görə əhəmiyyətli mövzudur ki, mən bu mövzu üçün o qədər narahatam və bu mövzunu bilmirəm, düzgün çatdıra bilərəm ya çatdıra bilmərəm. Bu istəklərin idarəsi mövzusu məndən o cür təhvil alınmasın ki, sanki istəklərin idarəsi ilə məqsədimiz budur ki, insanı pis istəklərdən uzaqlaşdıraq, fəqət yaxşı istəyə yönləndirək. Biz deyirik ki, yaxşı istəklər belə özü idarə olunmalıdır. İnsanın halal istəkləri belə idarə olunmalıdır. Mütəal Allah Bəqərə surəsində Talutla Calutun məsələsini bizə danışır. Deyir ki, fələmmə fəsələ Talut bil-cunud qalə innallaha mubtəlikum binəhrin fəmən şəribə minhu fəleysə minni. Talut öz qoşunu ilə bir yerə gəlib, deyir ki, Allah dedi ki, sizi bir çayla imtihan eləyəcək, suyla imtihan eləyəcək. Fəmən şəribə minhu fəleysə minni. Kim o sudan içəcəksə məndən deyil. Və mən ləm yətəmhu fə innəhu minni. Kim ondan əgər istifadə eləməzsə o məndəndir. İllə mən iqtərəfə qurfətən biyədi. Bir ovuc içə bilər, bir ovuc. Demək, bu su haram su deyil. Bu sudan istifadə eləmək olar. Yəni, əgər haram olsaydı, bir ovuc da içmək olmazdı. Deyir ki, və mən ləm yətəmhu fə innəhu minni illə mən iqtərəfə qurfətən biyədi. Kim bir ovuc içəcəksə, olar, bir ovuc içən olar. İçməyən məndəndir, amma bir ovucdan çox içilməsin. Fələmmə cavəzəhu huvə vəllədinə əmənu məhu qalu la təqətə lənəl yəvmə bicalut və cunudih fəşəribu minhu illə qalilən minhum. Çoxu o sudan içdi.
İlla qalilan minhum, az bir dəstə içmədi. Fələmmə cavəzəhu huvə vəllədinə amanu ma'hu, elə ki qoşunla üzbəüz qaldılar, qalu la taqətə lənəl yevmə bicalutə və cunudi. O dedilər ki, biz Calutun qoşunu ilə mübarizə aparmaya gücümüz yoxdur. Qalellezine yazunnuna ennahum mulaqullah kam min fi'atin qalilatin qalabet fi'atan kesireten biiznillah. Onlar ki Allahla görüşə ümidləri vardı. Ümidliydilər Allahla görüşə. Bilirdilər ki bu işdə əgər ölsək belə şəhid olarıq ki ölsək də ölməsək də, uçsaq da, uduzmasaq da Allahın razılığı burada gizlənib. Hər hal bizim xeyrimizədir. Dedilər, kəm min fiətin qalilətin qələbət fiətən kəsirətən. Nə az dəstə ki, çox dəstəyə qələbə çalıb Allahın izni ilə. Vallahu məəs-sabirin. Allah səbr eləyənlərlə birgədir. İmam Sadiq əleyhissalam deyir ki, burada 3 dəstə yarandı. Bu hadisədə 3 dəstə yarandı. Bir qrupu sudan içib qayıdanlar, bir qrupu sudan bir ovuc içib gələnlər, bir qrupu da içməyənlər. Bir ovuc içənlərin sözüdür ki, onlar gəldilər, savaşdılar, ki qələbə də çaldılar. Onların sözüdür ki, onlar dedilər ki, bizim qüvvəmiz yoxdur. Allah Teala burada bir məsələdən danışır ki, o nə məsələdir? Demək, insanın halal istəkləri belə idarə olunmalıdır. Elə deyil, halaldır, hər vaxt istəyirsənsə, hər vaxt eləyərsən. Allah adamı halal istəklərlə də imtihan eləyir. Halal istəklərini idarə eləyə bilən adam ucala bilir. Bu su içiləsi sudur, istifadə olunası sudur. Amma Allah deyir ki, bu sudan istifadə eləməyin. Eləyəcəksinizsə bir ovuc istifadə eləyin. Yəni bir ovucdan çox istifadə eləməyin. Ki mütəal Allah burada insanları haram və ya halal imtihanı deyil, sanki halalın özündə imtihan eləyir. Bu halaldır, onda imtihan eləyir. O adamlar ki halal istəklərinin idarəsini öyrənirlər, o halal istəklərin idarəsidir insanı ucaldan, insanı məqama qaldıran. Nəinki haram eləməyib. Məsələn üçün bir var, məsələn bir insan deyək ki, bu yaxşı adamdır, ona görə ki bu zina etmir. Biz deyək ki, bu yaxşı adamdır, bu zina etmir. Bu adam yaxşı adamdır, niyə yaxşı adamdır, bu oğurluq etmir. Bu adam yaxşı adamdır, niyə adam? Yəni bunun canında sanki oğurluğa meyil var, gedib oğurluğa. Bu da bir mərtəbədir, bu da bəlkə bir yerə kimidir. Amma Allahın istədiyi bu qədər bəsit deyil. İnsan ancaq oğurluq eləməsin, zina eləməsin, filan eləməsin. Xeyr. Allah istəyir ki, məsələn üçün sən hörmət istəyirsən, hörmət. Deyir ki, bu hörmət istəyi belə idarə elə. Hörmət istəyi. Yaxşıdır, düzdür, düzgün istəkdir, amma idarə olunmalıdır. Məsələn, insan yemək istəyir, halal yeməklər var, müxtəlif çeşidlər. Din gəlir, kömək eləyir adama, deyir ki, halal olan şeyləri belə yeyəndə istəkləri idarə elə. Məsələn, hədisdə gəlib ki, müxtəlif meyvələri qarışdırıb yemək məkruhdur. Bu da halal meyvədir. Məsələn, apelsin də halal meyvədir, alma da halal meyvədir, armud da halal meyvədir, nə bilim, bunlar meyvələrdir də, bunların haramı yoxdur ki, bunlar halal şeylərdir, süfrəyə düzülüb. Deyir ki, belənçinə eləmə də, bundan da ye, ondan da ye, ondan da ye. Allahın xoşu gəlmir. Yəni, sənə həm ziyanı var, yeməklə bağlı məkruh deyiləndə, yəni sənə ziyanı var. İdarə elə bu hissi. Yəni, bu da yiyiləsidir, bu da yiyiləsidir, bu da yiyiləsidir. Hər yiyilesi şeyi yemək məcburiyyətində deyilsən sən. Hər geyiləsi şeyi geymək məcburiyyətində deyilsən sən. Halaldır o demək deyil, sən bunu eləməlisən.
Bəzi mövzular var bizim dinimizdə səhv salınıb. Məsələn üçün, bəzi şeylər var icazəlidir. İcazəlidir o deməkdir ki, sən eləməlisən. Eləməlisən. Məsələn, misal üçün, Allah Taala icazə verib ki, Allahın iznidir ki, bəzi şeylərə icazə var. Məsələn, Allah təlaqa icazə verib. İnsan boşana bilər. Amma Allah bu yandan sanki bütün gücünü səfərbər eləyib, deyir ki, boşanma. Boşanma. Elə deyil, buna icazə verilibsə, sən də eləməlisən. Xeyr, buna icazə verilib, amma bu icazə elə bir icazədir ki, bunun sərhəddə haramdır. Biraz belə o yan bu yan düzgün idarə eləməsən, bu işi görəcəksənsə, harama düşəcəksən. Demək, bu günləri Allahın iznindən çatdırmağa çalışdığım mövzu bundan ibarətdir ki, bu neçə günü mənim danışdığım mövzular insanın haram istəklərini, yanlış istəklərini idarə edib doğru istəyi tapmaq mövzusu deyil. Yanlış istəklər müalicə olunmalıdır. Mən xəstə istəklərin müalicəsi mövzusundan danışmıram. Mən danışıram ki, insanın düzgün olan istəkləri belə idarə olunmalıdır. İdarə. Məsələn üçün, sən iki halal istək qarşısında qalmışsan, bəndəlik ondan ibarətdir ki, təyin eləyəsən ki, bu istəklərdən hansı daha əhəmiyyətlidir və mən onun arxasına gedim. Sənin cibində birinə kömək eləyəcək qədər pul var. Kiməsə yardım eləyə bilərsən. Kimə yardım eləmək istəyirsən? Məsələn, bu yardım eləyəcəyin adamlar fərqli kateqoriyadan ola bilər. Məsələn, sənə uzaq ola bilər ki, sən ona yardım eləyəsən və ya sənə yaxın qohum, əqraba ola bilər ki, sən ona yardım eləyəsən. Məsələn, din yardım məsələsində qohum, əqrabanı önə qoyur. Yəni, sənin əmin, bacın, dayın, xalan, bibin ehtiyaclıdırsa, ön sırada birinci cərgədə onlar gəlir. Yaxşılıq eləmək istəyirsən, məsələn, ürəyindən keçir ki, məsələn, çünki kəndin o başında biri var, eynən səninlə, xalanla eyni vəziyyətdədir. Sənin də gücün yalnız bunlardan birinə kömək eləməyə çatır. Ya buna, ya ona. Din gəlir, deyir ki, burada xalana kömək eləyirlər. Yəni, burada sənə qohum ön sırada gəlir. Niyə? Bəlkə mənim ürəyim ona kömək eləmək istəyir. Qoy mən kimə kömək eləmək istəyirəm, onu eləyim də, sən niyə qohum əqrabanı önə salırsan? Burada belə ikisi də düzgün istəkdir, ikisi də fəzilətdir. Ona da kömək eləsən yaxşıdır, buna da kömək eləsən yaxşıdır. Amma buna kömək eləməyin o qədər təbiidir ki, yəni bir adam xalasına, bibisinə, bacısına, əmisinə kömək eləyəndə cəmaət tam bunu təbii qəbul edəcək. Deyəcək, bibisi də kömək eləyir. Başqasına, adətən insanlar öz yaxınlarını qoyub başqasına ona görə kömək eləyirlər ki, istəyirlər ki, köməkləri gözə dəysin, görünsün. Əslində, bu başqasına kömək eləmir, görünmək dərdinə düşüb bu. Görünmək istəyinə düşüb bu. Allah Taala bu iki istək arasında qalanda ona görə qohum əqrabanı sənin önünə salır ki, deyir, görünmək istəyinin dalıca düşəcəksənsə, bədbəxt olacaqsan. Sonda gətirib səni riyakarlığa çatdıracaq. Sonda gəlib səni riyakarlığa çatdıracaq. Halbuki həm buna kömək eləmək yaxşıdır, həm ona kömək eləmək yaxşıdır. Burada sən öndə, yəni daha əhəmiyyətli hansıdırsa onu təyin eləməlisən. Bizim həyatda ümumiyyətlə, bizim həyatda çoxlu halal istəklərimiz də var. Biz onları təyin eləməliyik ki, bu halal istəklərdən hansı istəyin dalıca daha şiddətli düşməliyəm. Daha şiddətli. Məsələn, misal üçün, insan həm hörmət istəyir, həm fəzilətli olmaq istəyir, həm istəyir ki, ucalsın, qalxsın, bir sıra istəkləri var. Bu istəklərdən hansı istək önə gəlməlidir? Hansı istək? Niyə mütəal Allah hey bizə bəndəliyə çağırır? Hey bizə bəndəliyi tövsiyə eləyir. Niyə? Çünki bəndəlik bütün bu istəklərin idarəsi üçündür.
beləsinə baxsaq, bu söz yaxşı sözə oxşamır sanki. Allah deyir ki, gəl mənə qul ol, gəl mənə qul ol, gəl mənə qul ol. Yaxşı qul ol. Bax, qulluğa çağırır insanı. İnsan oturur fikirləşir ki, məsələn, misal üçün də, bu Allah niyə xoşu gəlir məni qul eləməkdən? Yəni, mənim əzilməyimdən xoşu gəlir və belə açıq danışıram. Məni qul eləyib əzməkdən xoşu gəlir Allahın. Niyə bu qədər qulluqdan danışır? Ona görə ki, səni özünə qulluğa çağırmasa, gedib nəyinsə qulluğuna düşəcəksən. Səni bütün bunlardan azad eləmək istəyir. Düşəcəksən hörmət qulluğunun dalıyca. Hörmət səni elə bir qulluğa salacaq. Düşəcəksən üstünlük qulluğunun dalıyca. Elə bir bataqlığa düşəcəksən ki, nəyə xidmət elədiyini bilməyəcəksən. Sən onsuz da Allaha qulluq eləməsən, nəyəsə qulluq eləyəcəksən. Allah ona görə deyir ki, gəl mənə qulluq elə, yeganə qulluq mənə qulluqdur ki, məndə mənfəət istəyi yoxdur. Mən mənfəətə salmıram. Mənə qulluq səni tam azad eləyəcək. Sən demə Allahın dərdi bəndəyə qulluq elətdirmək deyilmiş. Allahın sanki belə deyək sadə dillə, Allahın dərdi insanı başqa qulluqlardan azad eləməkmiş. Çünki insan gedib nəyəsə qulluq eləyəcək. O qədər hörmət istəyinə aludə olacaq ki, hörmət istəyi onu özünə qul eləyəcək, ona hörmətsiz şeylər elətdirəcək. Düşəcək üstün olmaq dərdinə, üstün olmaq ona elə qula çevirəcək ki, üstün olsun deyənə elə şeylər eləyəcək ki, üstünlüyün quluna çevriləcək, olacaq bataqlıqda, daha üstün olmayacaq, daha çox alçaq olacaq, aşağı düşəcək. Üstünlük ona özünə xidmət elətdirəndə o ucalmayacaq, o heç bir zaman üstün olmayacaq. Çünki bu üstünlük istəyinin quluna çevrilib. Üstünlük istəyinin quluna çevriləndə o qulluq onu kiçildəcək. Allah Taala sən demə bizdən məqsədi qulluq deyilmiş, sən demə Allah bizi azad eləmək üçün gərək bizi elə bir varlığa bağlasın ki, o varlığın mənfəət istəkləri olmasın ki, biz ona qulluq eləməklə ucala bilək. Allahın dərdi bizi qulluq elətdirmək deyil. Allahın dərdi bizi azad eləməkdir. Çünki biz Allaha qul olmasaq, nəyəsə qul olacağıq. Mütləqdir bu. Başqa yolu yoxdur bunun. Məsələn, dinin sütunu namazdır, namaz. Mən deyirəm ki, namaz elə gözəl işdir, namaz. Hər bir insanın canında özündən, üstündən danışmaq istəyi var. İnsan istəyir ki, insanın üstün danışa biləcək adam olsun. Məsələn, tələbə istəyir ki, yaxşı meylim olsun, ondan danışa bilsin. Vəzifəli adam istəyir ki, yaxşı vəzifədə olan dostu olsun. İdmançı istəyir ki, yaxşı güclü dostu olsun. İnsan istəyir ki, güclülər olsun. İnsan güclüylə danışmaq istəyir. Namaz nədir? Namaz ən güclü varlıqla danışmağın adıdır. Allah Taala'nın məqsədi sən demə bizə təkcə namaz qılmaq deyil, Allah bizə namaz qıldırmaqla canımızdakı üstünə yaltaqlığı sən demə həll eləyir. Çünki biz Allahla danışmasaq, bu istək təmin olunmasa, indi kimləri təmin eləyə bilmir, namazdan o başqa bir dərd. Əgər bu istək təmin olunmasa, sənin canındakı özündən, üstündən danışmaq istəyi səni aparıb yaltaq adama çevirəcək. Bilməyəcəksən kimin dalıyca düşəcəksən, tapa bilməyəcəksən. Allah Taala'nın məqsədi səni qabağında əydirmək deyil. Allah Taala'nın məqsədi sənin qabağında başını yerə salmaq deyil ki, bunlar zahirən belə görünür. Sən səcdəyə gedirsən, rukuya gedirsən. Allah Taala deyir ki, mənim qabağımda əyil ki, başqalarının qabağında əyilmək hissin həll olunsun. Sən mənim qabağımda əyilməsən, əyiləcəksən başqalarının qabağında. Sən mənim qabağımda başın yerə dəyməsə, sən başqalarının qabağında başını yerə vuracaqsan. Sən vuracaqsan. Məsələn, misal üçün Allah dedi ki, Adəmə səcdə eləyin, İblis Adəmə səcdə eləmədi. Yaxşı, İblis səcdə eləmədiyimi oldu? İblis nəfsinə səcdə elədi. İblis istəklərinə səcdə elədi. İblis də səcdə eləyir.
Allah Taala ona görə səcdə elətdirir ki, mələklərə, yəni mən dediyimə səcdə eləyin ki, siz bu rüyanda səcdədən azad olasınız. Mənə səcdə eləməsən, gedib nəfsivə səcdə eləyəcəksən. Mənim qabağımda əyilməsən, gedib nəfsinin qabağında əyiləcəksən. İnsan halal istəklərini idarə eləməsə, bir gün gözünü açacaq, görəcək ki, istəkləri xəstələnib və insan haram istəklərin dalıyca düşüb. Ona görə insan halal istəklərini idarə eləməlidir ki, halal istəklərinin iki fəzilətli verdiyi nəticə var. Biri budur ki, halal istəklər idarə oluna insan Allaha doğru ucalır. Halal istəklər idarə olunmayanda nə olur? Halal istəklər idarə olunmayanda insan istəkləri xəstələnir, insan başlayır haram istəklərin dalıyca düşməyə. İndi halal istəklər onun üçün zövqlü istəklər olmur. Halal istəklər onun üçün ləzzətli istəklər olmur. İndi haram istəklər onun üçün ləzzətli istəklər olur. Bu düşür, xəstələnir, bunun istəkləri xəstələnir. İndi bunun mövzusu istəklərin idarəsi deyil. İndi bunun mövzusu istəklərin müalicəsidir. Gərək bunun istəkləri müalicə olunsun. Mən sözümü bununla tamamlayıram. İstəklərin idarəsi, istəklərin profilaktikasıdır. Bir xəstəliklə iki cür mübarizə aparma yolu var. Ya xəstəliyə tutulmamışdan əvvəl ön tədbir tökürsən ki, xəstəliyə düşməyim, ya da xəstəliyə düşürsən, sonra müalicə eləyirsən. İstəklərin idarəsi istəklərin profilaktikasıdır. Çünki əgər sən istəkləri idarə eləyə bilməsən, bir gün günah bataqlığında boğulacaqsan. Bir gün gözünü açacaqsan, görəcəksən ki, istəklərin xəstələnib. Onda sən istəklərin idarəsi mövzusuna ehtiyacın olmaz. Onda sən istəklərin müalicəsi mövzusuna ehtiyacın olacaq. Biz danışırıq ki, insan istəklərinin idarəsindən ona görə ki, biz istəyirik ki, insan istəklərini idarə edib, istəklərinin müalicəsi ehtiyacına düşməsin. Yəni, bu profilaktikada ona kifayət eləsin, istəkləri xəstələnməsin. Mən Allaha and verirəm İzzət Cəlalına, böyüklüyünə, kəramətinə. Allah bizi istəklərin idarəsində də ən uca istəkləri tapıb onların arxasıca getməyi nəsib eləsin. İnşallah. Assalamu aleykum və rəhmətullah və bərəkatuhu.